Vaxtınız xeyir olsun. Xoş gəlmisiniz mənim bugünkü videoma. Marksist hüquq nəzəriyyəsi barədə danışmağa çalışacağıq. Bu mövzu kifayət qədər əhatəlidir və bu mövzu barədə danışarkən təbii ki, onun əsas ideoloji təməllərinə və digər sosial normalara və institutlara münasibətlərinə nəzər yetirməli olacağıq və buna görə də əslində xeyli dərəcədə həcmi geniş və əhatəli olan bir mövzu olduğundan maksimal dərəcədə bugünkü söhbətimizdə onun hüquqşünaslıq kontekstində və hüquqşünaslıq baxışları çərçivəsində təhlil etməyə çalışacağıq. Marksizmin acı nəticələri bizə bəllidir. Onun ağrılı nəticələrini birbaşa yaşayan bir cəmiyyətik və dünyada da onun kifayət qədər ağrılı nəticələr verən təcrübələri var. Bunlar təbii ki, tarixi və siyasi kontekstdə olan bir mövzu olduğundan bugün mümkün olduğu qədər onun hüquqşünaslıq elmi baxımından təhlil etməyə çalışacağıq ki, o ümumiyyətlə hüquqi düşüncəyə hansı töhfələri verib, töhfə veribmi ümumiyyətlə, çatışmazlıqları var idimi və bu çatışmazlıqların hansı belə deyək, mənfi nəticələri var. Əvvəla birinci ağla gələn sual ondan ibarətdir ki, ümumiyyətlə hüquq nəzəriyyəsidirmi Marksist hüquq nəzəriyyəsi? Çünki Marksist hüquq nəzəriyyəsi xeyli dərəcədə baxdığı obyekti yox etməyə hədəfləyən bir düşüncə sistemidir. Marksizmin mahiyyətindən müəyyən qədər də olsa, az da olsa məlumatı olan şəxslər bilirlər ki, o əslində baxdığı predmeti yox etmək, onun cəmiyyətdə gərəksizliyini isbat eləmək istiqaməti götürən bir baxışdır. Çünki belə qəbul edir ki, Marksist baxış cəmiyyət inkişafının elə bir mərhələsi gəlib çatacaq ki, artıq orada hüquqa və dövlətə ehtiyac qalmayacaq. Bu düşüncəyə hardan gəlib, o barədə də söhbət eləməyə çalışacağıq. Lakin əvvəla onu bildirək ki, Marksizmin hüquqa baxışlarına gəlməzdən öncə onun ümumilikdə bir cəmiyyətə hansı gözlə baxdığına nəzər yetirməyə gərək olacaq. Və bu nəzəriyyənin müəllifləri olan 19-cu əsrin mütəfəkkirləri Karl Marx və Friedrich Engels'in baxışları belə idi ki, cəmiyyət iki sinifə ayrılır. Bu siniflər bazis və üst qurumdur. Bazis əsas istehsal qüvvəsidir. O cəmiyyətdə maddi nemətləri istehsal edir. Əsas cəmiyyətin hərəkət verici qüvvəsidir. İqtisadi münasibətləri yaradan əslində bazisdir. Və bir də cəmiyyətin üst qurumu var. Üst qurum cəmiyyətin əsas aparıcı qüvvəsidir. Buraya dövlət xadimləri, siyasətçilər, hüquqşünaslar, sənət adamları və digər bu kimi xüsusiyyətləri ilə bazisdən seçilən insanlar daxildir. Adından görünür kimi üst qurumdur, daha üstündür. Və onun bu sinifi bölgüdən çıxış edərək hüquqa münasibəti də, yəni Marksizmin hüquqa münasibəti də xeyli dərəcədə sinifi idi. Bəs bu sinifli təməldə hardan gəlirdi? Təbii ki, yəni burada onların yazdığı əsərləri istinad edib geniş təhlillər və belə şərhlər vermək mümkündür. Amma ən belə təmələ varsaq, biz Hegelin o məşhur üçlüyünə istinad eləməli olacağıq.
tezis, onun qarşılığı olan antitezis və bunların bir növ vəhdəti olan sintez. Dialektikaya əsasən bu əksliklərin vəhdətini izah edir. Əslində Hegel bu baxışı xeyli dərəcədə o təbiət qanunlarını izah eləmək üçün istifadə edirdi. Ki, təbiətdə ümumi inkişaf belə gedir. Əksliklərin vəhdəti ilə. Bu dialektik inkişafdır. Və Marx və Engels bu baxışı gətirdilər ictimai münasibətlərə. Və təbii ki, bu baxışı ictimai münasibətlərə gətirəndə onun yerinə qoymaq gərəklidir ki, tezisin yerini tutacaq, antitezisin yerini tutacaq və sintezin yerini tutacaq. Tezisin yerinə əzilənləri qoydular. Yəni bu bazisdir, proletardır, əsas istehsal qüvvəsidir, amma onun mənafeləri təmin olunmur, daim istismar edilirlər və bu istismarın da əsas aləti hüquqdur və onun qarşılığı olan əzən təbəqə var. Bunlar burjuaziya nümayəndələrdirlər, kapitalistlərdirlər. Onlar bu aşağı təbəqəni istismar edirlər və öz mənafələrini təmin edirlər. Və təbii ki, bunların sintezi dövlət olur. Ki, dövlət imkan verir. Dövlət burjua dövlətidir və burjuaziyaya tam imkan verir ki, proletarı istismar etsin və bu iqtisadi münasibətləri bu kontekstdə formalaşdırsın və hüquq da bu münasibətlərin tənzimlənməsinin bir növ alətidir. Və bunu belə ümumiləşdirilmiş formada izah eləmək üçün elə hüquqa onların verdiyi tərif yetərlidir ki, hüquq hakim sinfin qanun səviyyəsinə yüksəldilmiş iradəsidir. Yəni burada tamamilə ancaq bir sinfin maraqları əsas götürülüb və bir növ bu alətdir. Və marksist baxışın özü də nəyə görə biz deyirik ki, baxdığı şeyi yox etməyə hədəfləyən bir düşüncə sistemidir. Çünki onun baxışı ondan ibarətdir ki, bu burjuaziyanın aləti olaraq necə ki, burjuaziyanın özü tarixin zibiliyində qalmalıdır və hüquq da, eləcə də dövlət də tarixin zibiliyində qalmalıdır. Çünki bunlar süni şəkildə yaradılıblar, bunlar sadəcə istismar alətləridirlər və cəmiyyətin kommunist inkişafında bunların yeri yoxdur. Və belə olan şəraitdə bəs buna nə dərəcədə hüquq nəzəriyyəsi demək mümkündür ki, bu hüququn özünü ümumiyyətlə görmək istəmir cəmiyyətdə. Yenə neytral baxışla və xeyli dərəcədə belə deyək də, insan təbiəti, onun nə dərəcədə tarixi baxımın özünü doğrultması, onun nə dərəcədə belə deyək, ağlabatan təkliflər verməsi öz yerində, yəni bunu belə deyək də, təhlil eləməkdən daha çox bu mübahisə olması mövzudur. İndi də mübahisə olunacaq tərəf yoxdur deyə mən istəmirəm şəxsi baxışlarımdan izah edeyim. Və neytrallıq baxımından qeyd etmək lazımdır ki, hər bir nəzəriyyənin özünün çatışmazlığı var. Nəzəriyyə bütün problemləri əhatə edə bilmir. Onun nəzəriyyəliyində də elə budur. O, özlüyündə baxdığı obyektin bütün tərəflərini görmür. Necə ki, insan hər hansısa bir obyektə baxanda onun bütün cəhətlərini və bütün tərəflərini, eləcə də həll eləməyə girişdiyi hansısa bir məsələnin bütün problemli məqamlarını görə bilmir. Nəzəriyyə də budur. Nəzəriyyə də elə insan baxışlarının sistemidir. Nəzər sözü buradan gəlir, baxış mənasına gəlir, türk dilinə tərcümə eləsək. Və nəzəriyyə də bu baxımdan o natamamlıqdan azad deyil. Və heç bir nəzəriyyə əslində bütün problemləri əhatə edə bilmir. Hətta bir obyekt barəsində belə. Və baxışlar sistemi olması baxımından və eləcə də bu natamamlıq baxımından götürsək elə marksist hüquq nəzəriyyəsi
deyə bilirik ki, hüquq nəzəriyyəsidir. Və o özlüyündə dialektik və tarixi materializm fəlsəfəsinə əsaslanır və o müəyyən bir ictimai formasiyaları bölür. Əvvəl ibtidai icma quruluşu var idi, sonra quldarlıq, sonra feodalizm, sonra kapitalist sistem və belə qəbul edilir ki, kapitalist sistemdən əslində cəmiyyətin o istismar olunan təbəqəsi dəyişməyib və bunu burjuya inqilabları ilə izah edir ki, burjuya inqilablarından öncə istismar edən təbəqə feodalistlər idisə, burjuya inqilablarından sonra bu yerini burjuaziyaya dəyişdi. Amma istismar olunanlar qaldı olduğu kimi. Burada yenə neytral izah eləmək baxımından qeyd edək ki, əslində burjuaziya inqilabları dövründə və ondan əvvəlki maarifçilik dövründə belə bir zərurət var idi ki, hüquqi ideyaları burjuaziyanın maraqlarına uyğunlaşdırmaq gərəklidir və həmin burjuaziyanın maraqlarını ifadə eləmək üçün də cəmiyyətdə mülkiyyət azadlığı təmin edilməli idi, müqavilə azadlığı olmalı idi, insan hüquqları təmin edilməli idi, formal bərabərlik təmin edilməli idi və bunları da təmin edəcək əsas alət təbii ki, hüquq idi. Çünki feodal hüququ bunun üçün yaranmırdı. Feodal hüququ daha çox zadəganların maraqlarına xidmət edirdi və zadəganlar cəmiyyətdə söz sahibi idilər. Burjuaziya nə qədər varlı olsa da, nə qədər pul əldə eləsələr də bu söz sahibi ola bilmirdilər. Və əslində həmin o maarifçi ideyalardan qaynaqlanaraq bu burjuaziyanın maraqlarını təmin edən hüquqi ideyalar belə formalaşdı. Və Marksizm də belə hesab edir ki, burada yenə də əsas istehsal qüvvələri üçün dəyişən nəsə yoxdur. Əvvəl bir başqa adla onu istismar edirdilər, indi də bir başqa adla, yeni bir adla onu istismar edirlər və lakin bunun belə deyək də bəzək düzəyi var. İnsan haqları, müqavilə azadlığı, fərdlərin azadlığı, deyək ki, iqtisadi azadlıqlar, siyasi azadlıqlar və s. Amma ümumi olaraq alət qalmaqdadır. Və belə qəbul edirdilər ki, necə ki, burjuaziyanın özü o proletariyanın inqilabı ilə tarixin zibilliyinə göndəriləcək və hüquq və dövlət də belə bir dönəm gəlib çatandan sonra tarixin zibilliyinə göndəriləcək. Və bu praktikada da yalnız keçid dövründə lazım ola bilər ki, müvəqqəti olaraq bundan istifadə eləyək. Çünki o onsuz da mümkün deyil. Çünki onlar özləri də elə əslində tarixi praktika göstərir ki, elə daha əvvəl burjuya inqilablarının gətirdiyi təsisatlardan xeyli dərəcədə yararlandılar. Sadəcə adlarını dəyişdirdilər, formasını dəyişdirdilər, amma mahiyyət qalmaqdaydı. Bunun özü bir başqa kontekstdə müzakirə və mübahisə mövzusu olduğundan burada çox toxunmamağa çalışacağam və maksimal dərəcədə çalışacağam ki, yenə hüquqşünaslıq zəminində söhbətimizə davam edək. Və beynəlxalq hüquqa münasibətlərində də əslində bu belə sinfi baxış özünü göstərirdi. Necə ki, o daxili hüquqda, dövlətin özünün milli hüququnda bu baxışı tətbiq edirdilər və beynəlxalq hüquqda da əslində bu baxışa yer verirdilər. Xüsusilə də 1917-ci il böyük oktyabr inqilabından sonra Sovet Rusiyasında belə bir marksist hüquqşünaslar arasında dixotomiya formalaşdı. Bu dixotomiya mahiyyəti ondan ibarət idi ki, iki qrup yarandı marksist hüquqşünaslar arasında. Bir qrupun baxışlarına görə belə ideya var idi ki, dünya sülhü təmin edilməlidir və bu dünya sülhünə Sovet Rusiyası getməlidir, digər dövlətlərlə sülh şəraitində sazişlər bağlamalıdır, onlarla beynəlxalq münasibətlərini davam etdirməlidir. Bir digər baxış isə daha çox
dünya inqilabını özündə ihtiva edirdi və belə qəbul edirdilər ki, dünyanın bütün xalqları, digər xalqları da bu bizim keçdiyimiz kimi inqilab yolunu keçməlidirlər, inqilab eləməlidirlər və onlar da yalnız öz proletar diktatoralarını qurduqdan sonra biz onlarla münasibətlərə girə bilərik. Təbii ki, burada Marksizmin özünün dünya görüşü olaraq sərhədi aşmasından irəli gələn məsələlər də var idi ki, çünki Marksizm sərhədi aşır, o yalnız milli çərçivə ilə məhdudlaşmır, orada internasional ideyası var. Digər ölkələrin xalqları da qurtuluşa çatmalıdırlar, qurtulmalıdırlar. Və bundan irəli gələkdə bu bir tərəfdən də təbii ki, dünya sülhü baxışı var idi. Elə yeri gəlmişkən dixotomiyanın da mahiyyəti ondan ibarət ki, o eyni bir şeydən doğur, eyni mahiyyətdən doğur, lakin bir-birini inkar edən haçalanma özünü göstərir. Yəni, burada bir baxış digərini inkar edir. Çünki dünya sülhü deyirsənsə, sən digər xalqları artıq inqilabı səsləyə bilməzsən. Çünki onların özlərinin dövləti var, onların özlərinin gerçəklikləri var. Amma digər tərəfdən də dünya inqilabı deyirsənsə, artıq sülhü inkar etməli olursan. Dünya sülhünü inkar etməli olursan. Və Leninin həmin dövrdə xalqların öz müqəddəratını təyin etmə əsərində də bu özünü göstərirdi. Və maraqlı bir tarixi dövr idi əslində həmin dövr. Madam ki, tarixi kontekstə toxundu, qeyd etməliyik ki, dünyada Birinci Dünya müharibəsi gedirdi. Və Sovet Rusiyası buna münasibət göstərmək məcburiyyətində idi əslində. Çünki o da nə qədər legitim olub, legitim olmayıb, amma hər halda beynəlxalq hüququn subyektlərindən biri olub həmin dövrdə və Brest-Litov sazişi ilə əslində bu müharibədən xeyli dərəcədə özünü kənar qoydu Sovet Rusiyası. Çünki belə qəbul etdilər ki, hazırda dünyada gedən müharibə imperialistlərin müharibəsidir. Onlar sadəcə daha çox müstəmləkələr əldə etmək yolunda müharibə aparırlar və belə bir müharibədə Sovet Rusiyasının yeri yoxdur. Yəni Sovet Rusiyası bu müstəmləkəçilərin arasında döyüşməyəcək. Yəni bu döyüşlərin özündə, bu müharibənin özündə iştirak etmək bir növ o müstəmləkəçilərin maraqlarına xidmət etmək olar. Yenə də bu da siyasi tarixi mövzudur. Sadəcə onun belə deyək, bu beynəlxalq hüquqa münasibəti belə idi ki, ümumiyyətlə Marksizmin. Necə ki, daxili hüquqda onlar bərabərliyi hədəfləyirdilər. Çünki az öncə dediyim kimi, o formal bərabərliyi, o müqavilə azadlığı, o mülkiyyət azadlığı burjaziyaya xidmət edən ideyalar idi. Yəni, nə qədər müqavilə azadlığın olsa belə, sənin əgər o müqaviləni imzalamaq üçün real gücün yoxdursa və bu müqaviləni bağlamaq üçün sənin imkanların yoxdursa, əslində bunun sənin üçün bir əhəmiyyəti də yoxdur. Kimin cəmiyyətdə pulu var, kimin belə deyək, hakim gücü var, o bu müqaviləni bağlayır və o bu müqavilələrdən yararlanıb varlanır və yaxud da bu gücündən istifadə edib aşağıları istismar edir. Bunun bir digər əks baxışı isə ondan ibarətdir ki, yenə Sovet dövründən örnək verəsi olsaq, Sovet dövründə mülki məcəllə var idi. Orada formal olaraq öz təsdiqini tapan ideyalar var idi, amma mülki hüquq yox idi. Çünki müqavilə azadlığı yox idi, mülkiyyət azadlığı yox idi, hər şeydən əvvəl mülkiyyət yox idi. Yalnız mülkiyyət bir mərkəzə cəmləşmişdi. Bu dövlət mülkiyyəti idi, başqa mülkiyyət ola bilməz. Və mülkiyyət yoxdursa, təbii ki, mülki hüquqdan söhbət belə gedə bilməz. Baxın, əslində bu bir-birinə zidd baxışlar əslində bir-birinin tayıdır. Çünki bir şey mübarizə apardığı şeyə bənzəyir zaman keçdikcə. Yəni bir-birlərinin taylarılar əslində ideya olaraq. Çünki
Hər bir fərdin və yaxud da hər bir qrupun azadlığı onu istifadə etmə potensialı qədər dəyərlidir, birincisi. Əgər sənin istifadə eləyə bilməyəcəyin qədər azadlığın varsa, bu azadlığın sənə heç bir səmərəsi yoxdur. Və bir digər baxış isə sənin əgər, belə deyək, bərabərliyin digərlərinin bərabərliyi ilə məhdudlaşıbsa, sənin artıq onlardan fərqlənmək, hətta öz, belə deyək, vicdanınla və öz əməksevərliyi ilə, öz digər istedadınla, keyfiyyətlərinlə belə fərqlənmə imkanın yoxdur. Çünki sən digərləri ilə bərabərsən. Yəni, belə bir biri-birinin tayı olan və eyni şəkildə biri digərini baltalayan bu iki baxış var idi. Və Marksist ideya belə ki, burada bərabər haqlar arasında güc qərar verir. Yəni, əslində burada bu, həmin o hüququn nəzərdə tutduğu formal bərabərliyi də inkar etmək deməkdir. Formal bərabərlik nədən ibarətdir? Məhkəmə və yalnız qanun qarşısında bərabərlikdən söhbət gedir. Faktiki bərabərlik mümkün deyil. Bunu arzulamaq da fiktiv bir ideya olar sadəcə, ideoloji bir fiksiya olar. Təbii ki, bu burjuwa hüququ nöqteyi nəzərindəndir. Yəni, burjuwa hüququ adlandırması da şərtidir əslində burada. Marksizm baxışlarını izah etmək üçün bunu deyirəm. Kimin nə bacarığı varsa, o qədər də qazana bilir, o qədər də güc sahibi ola bilir. Burjuaziyanın baxışı ilə. Və Marksist baxışa görə də sənin əgər o gücün yoxdursa, əslində bu imkanlarını realizə etmək imkanı da yoxdur və belə olan şəraitdə sən elə digərləri ilə bərabər olsan yaxşıdır. Və Marksizmin nəzərdə tutduğu bərabərlik də və eyni zamanda bu hüquq nəzəriyyəsində də, Marksist hüquq nəzəriyyəsində özünü göstərirdi. Formal bərabərlik deyil, faktiki bərabərlikdir. Yəni, onlar insanları bir-birləri ilə bərabər görürdülər və bir insan digərindən özünün, belə deyək, gücü ilə, özünün fərasətinə fərqlənə bilməzdir. Bu da əslində azadlığı məhdudlaşdıran bir baxışdır. Çünki sənin bir digərlərindən fərqlənmək azadlığın yoxdur. Bir digərlərindən, belə deyək, öz şəxsi keyfiyyətlərinlə və yaxud da əməksevərliyi ilə, çalışqanlığınla üstün olmaq azadlığın yoxdur. Yenə təbii ki, başqa burada argumentlər də gətirmək olar, amma bu argumentlərin özü əks argumentlər tələb edən argumentlər olduğundan mən bunları istəmirəm bu mövzuda deyim. İnsan təbiətindən örnəkləri gətirmək olar, tarixdən çox örnək gətirmək olar. Amma yenə də bu, belə deyək, mühazirədən çox mübahisə mövzusu olduğundan bu barədə danışmaq bu söhbət kontekstində yersiz olardı, amma ümumi hüquqşünaslıq kontekstində nəzərdən keçirsək, deyə bilərik ki, bu baxışı beynəlxalq hüquqa da gətirirdilər. Çünki beynəlxalq hüquqda da belə götürürdülər ki, yalnız bütün dövlətlər və bütün o beynəlxalq hüququn digər subyektləri bərabər gücə malik olduqdan sonra ancaq beynəlxalq hüquq adlanan o münasibətlər sistemindən söhbət gedə bilər. Çünki yenə də orada bərabər haqlar var, doğrudur, amma bərabər güclər yoxdur. Biri digərindən güclüdür və öz reallıqlarını bir digər dövlətə və yaxud da digər beynəlxalq hüquq subyektinə diktə edə bilir. Və belə olan şəraitdə də Marksist hüquq nəzəriyyəsinə görə ədalətdən söhbət gedə bilməz. Və Sovet Rusiyası dönəmində də o Marksist hüquq nəzəriyyəçilərinin yazdıqları bir xeyli əsərlər var idi ki, kimisi deyirdi beynəlxalq hüquq gərəklidir, kimisi deyirdi beynəlxalq hüquq keçid dövründə lazımdır, kimisi deyirdi ümumiyyətlə beynəlxalq hüquqda necə ki, daxili hüquq cəmiyyətin inkişafının bəlli bir səviyyəsinə çatandan sonra sıradan çıxacaq, beynəlxalq hüquq deyil. Bəlli bir inkişaf səviyyəsinə çatandan sonra sıradan çıxacaq, buna ehtiyac qalmayacaq, çünki o da elə burjuaziyanın bir məhsuludur.
Və tarixdən örnək versək, Stalin dönəmində xeyli dərəcədə bu məsələdə daxilə yönəldildi. O beynəlxalq hüququn o belə deyək, izah ediliciyindən çıxıldı. Yəni onu izah eləmək, onu belə marksist ideyaya yerləşdirməkdən bir növ belə kənara qoyuldu ki, bu artıq gərəkli deyil. Və təbii ki, Stalin özü də bu kontekstdə çox qanlı siyasət həyata keçirdi və belə marksist hüquqşünasların özlərinin də xeyli sayda sürgünə gedənləri oldu, fiziki olaraq məhv edilənləri oldu. Və nəticədə biz onun müsbətlərinə və mənfilərinə gəlib çıxsaq hüquq düşüncəsində, əvvəla müsbətlərini qeyd eləyək ki, izah edicilik baxımından xeyli dərəcədə effektiv idi onun gətirdiyi sinfi baxış, bazis və üst qurum bölgüsü, həqiqətən də cəmiyyətin aparıcı qüvvəsi var. İdeoloji baxımdan cəmiyyəti irəli aparan həm ayrı-ayrı şəxslərin olması, həm belə bu peşə fəaliyyətində məşğul olan qrupların olması, həm də oradan da bazis adlanan o istehsal həyata keçirən qrupun olması bu baxımdan izah edicilik baxımından önəmlidir və ən əsas izah edicilik baxımından önəmli xüsusiyyət ondan ibarətdir ki, onlar cəmiyyətdə olan mənfi tendensiyaları xeyli dərəcədə iqtisadi faktorlarla bağlaya bilirlər. Və burada xeyli dərəcədə haqlı idilər əslində. Çünki istər cəmiyyətin kriminogen durumu, istərsə də o mənəvi inkişaf səviyyəsi, həm hüquq düşüncəsinin inkişaf səviyyəsi xeyli dərəcədə iqtisadi faktorlarla bağlı olur. Yəni iqtisadi durum nə qədər pisdirsə, o digər sadalananlar da bir o qədər pis olur. Və bunu izah eləmək baxımından, o sosial gerçəkliyi qarşımıza qoymaq baxımından hüquq düşüncəsinə töhfə verən və aradan qaldırılması mümkün olan problemi qabardan bir baxışları bizə verir. Və xalqların beynəlxalq hüquq nöqteyi nəzərdən götürsək, xalqların öz müqəddəratını təmin etmək baxışı da var idi onun. Və bunu da beynəlxalq hüquq üçün mütərəqqi bir təklif olaraq nəzərdən keçirmək mümkünlüydü. Və mənfilərini də çox kontekstdə sadalamaq olar, amma sırf hüquqşünaslıq kontekstində bu bərabərlik məsələsinə əslində toxunduq buna da ki, onun nəzərdə tutduğu faktiki bərabərlik xeyli dərəcədə azadlığı məhdudlaşdıran və səni bir digər fərdlərindən və digər qruplardan bərabər götürən bir baxış idi və bu belə olan şəraitdə də nə dərəcədə azad olmaq və azadlıq olan yerdə də hüquqdan danışmaq mümkün olar. Bu da yenə bir sual yaradır, amma bu sualın bir özü də gedib ora çıxır ki, marksist hüquq nəzəriyyəsi ilə hüququn özünün yox olmasını öngörən və onu proqnozlaşdıran bir düşüncədir və bu baxımdan elə əslində müzakirəyə də açıqdır ki, nə dərəcədə hüquq nəzəriyyəsidir. Bunun rəylərdə, fikirlərinizi bölüşə bilərsiniz bu barədə də. Və çox sağ olun, sona qədər izlədiniz bu videonu. Rəylərdə fikirlərinizi bölüşə bilərsiniz. Növbəti videolardan xəbərdar olmaq üçün kanala abunə olub bildirişləri aça bilərsiniz və növbəti videolarda görmək istədiyiniz mövzular barədə də öz təkliflərinizi, rəylərinizi yaza bilərsiniz. Və yenə də əvvəlki videolarda xatırlatdığım kimi tənqidlərinizi də və təkliflərinizi də dinləməyə hazıram. Çox sağ olun.